ağıl qüvvəsinin saflaşması nəticəsində insanda hikmət sifəti yaranar. Diqqət edin, əgər nəzəri ağıl qüvvəsi saflaşsa, hikmət sifəti yaranar. İkinci, əməli ağıl qüvvəsi, yəni hiylə qüvvəsi. Bunun saflaşması nəticəsində insanda ədalət sifəti yaranar. Üçüncüsü isə şəhvət qüvvəsidir ki, bunun da saflaşması nəticəsində insanda iffət sifəti yaranar. Və dördüncüsü isə qəzəb qüvvəsidir. Əgər bu qüvvə insanda saflaşsa nə olar? İnsanda şücaət, cəsarət sifəti meydana gələr, yaranar. Yəni, diqqət edin, qeyd etdiyimiz bu 4 dənə sifət demək olar ki, bütün xeyir və yaxşılıqların əsası və mənbəyidir. Yəni, gözəl xüsusiyyətlərin ən əsas mənbəyi, mənşəyi bu 4 sifətə qayıdır.